polinom. Yəni çox ədli. Bax, dərəcə x yazmışam. Dərəcə kvadrat vermişəm və sağ tərəfdə də kvadrat var. Onda sağ tərəfin dərəcəsi maksimum 2-dirsə, solunda dərəcəsi maksimum nə olmalıdır? 2. 2 olmalıdır. Onda belə çıxır ki, bizim px funksiyamız dərəcəsi 1 olan ax B-dir. Mütləq budur. Çünki burada dərəcə 1-dir, burada x-i yenə x kvadrat qoyanda 2-dir. 2. Bax, px-i kvadratlı funksiya seçsəydim, bunun dərəcəsi 4 olardı. Elə deyil? Bəli. Deməli, məhduduna dərəcəni 1 seçəm. Onda px kvadratı nə olacaq? ax kvadrat. ax Sol tərəfi toplasam, ax kvadrat plus ax plus 2b bərabərdir 3x kvadrat plus 3x plus 4. Baxın gözəlliyə, kvadratın əmsallarına baxın, 3 olmalıdır. Bax, a-nın əmsalı nədir yenə? 3-dür, o x-ə görə. Görürsünüz, içində dönənir. Düzgün sual qurulub. B-də 2-yə bərabərdir. B-də 2. Deməli, bizim px-imiz olub 3x plus 2. Üstə gələk. Mənfi kendi yerini qoyur. Müəllim, px kvadratı çox ədlidir. Niyə ax kvadrat plus bx plus c götürmədiniz? Yox. Elə götürsəm px-i. Elə götürsəm. Px-i götürməliyəm, px kvadratın yox. Onda px kvadratı dəyişənə x kvadratı yazırım. Burada dərəcə 4 eləyəcək. X kvadratın kvadratı. Bildim. Sol tərəfdə, sağ tərəfdə maksimum dərəcə 2-dir. Yəni, ümumiyyətlə, o çox ədlinin dərəcəsi 2-dir. Sol tərəfdə də biz 2 yazmalıyıq. Anladın? Bəli.